Tanınmış teleaparıcı Zaur Baxşəliyev efirdə səsləndirdiyi fikrə görə məhkəməyə verilib. Onunla bağlı xüsusi ittiham qaydasında şikayətə Səbail rayon məhkəməsində baxılıb. Aparıcının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinməsi üçün məhkəməyə müraciət edən Bizimləsən verilişində adı çəkilən Nərman Rəhimov olub. Nərman şikayətində bildirib ki, Zaur Baxşəliyev onun şəxsiyyətini keçmiş arvadının iddiaları əsasında efirdə alçaldıb. Barəsində Nərman gedib Rusiyaya 2-3 ildən sonra gəlib görüb ki, evdə uşaq var cümləsini işlədib. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur Baxşəliyev bildirib ki, verilişə gələn vətəndaşların heç biri ilə tanış deyil. Nərman Rəhimov özü bizim verilişə gələrək ona stop qoyulduğunu bildirərək köməklik göstərməsini xahiş etdi. Biz də onu dəvət etdik. Mən efirdə vasitəsiz nitqi tətbiq edirəm. Mən nə Sədaqət xanımı, nə də Nərman Rəhimovu tanımışam. Evdə uşağın olmasını demək böhtan sayılmır. Mən əlimdə olan rəsmi sənədlər əsasında bu məsələni səsləndirmişəm. Deyilən ifadələr vasitəsiz nitqlərdir. İfadələrimə diqqət etsəniz, Nərmanın dedikləri və rəsmi sənədlər əsasında mən fikirləri səsləndirmişəm. Verilişdə iştirak edən hüquqşünas təqdim olunmuş rəsmi sənədlərlə tanış olduqdan sonra orada göstərilən halları bildirib. Qarşı tərəfə təhqir və ya böhtan olaraq heç bir söz işlətməmişəm və bunların nəzərə alıb bəraət verilməsini məhkəmədən xahiş edirəm. Məhkəmə iclasında Azad Azərbaycan televiziya kanalında yayımlanan Bizimləsən audio-video görüntülərinə cinayət prosesi tərəflərinin iştirakı ilə birlikdə baxış keçirilib. Baxış zamanı video görüntülərdə aşağıdakı ifadələr öz əksini tapıb. Hal-hazırda studiyamıza gələn şəxs 16 ildən sonra öyrənir ki, aliment ödəməli olduğu uşaq onun doğma uşağı deyil. DNT analizlərinin nəticəsi uşağın başqa bir insanın uşağı olduğunu deyir. Əlində sübutları var. 2 ildən sonra evinə döndüyündə evində uşaq görür. Bu kimin uşağıdır soruşur. Səninki də deyirlər. Bunların hamısını studiyamıza gələn şəxs deyir. Bu həqiqətdirmi ya yox? Gəlsin studiyamıza öyrənək. Digər bir görüntüdə isə deyilir. Növbəti görüntüdə isə gedib Rusiyaya gəlib görüb ki, evində bir uşaq var. Bunun işi lap deyiləsi deyil ifadələri yer alıb. Məhkəmə heyəti görüntülərlə tanış olduqdan sonra burada cinayət tərkibi olmadığı qənaətinə gəlib və Zaur Baxşəliyevə bəraət verilib.